Salam izləyicilər. Deməli bu şerşendir. Görsən ağrıya hücum eləmir. Şirədən ötər gəl. Şirə yeməli. Bax. Hücum eləmir ağrıya. 20 gündür mən bunu müşahidə aparıram. 20 görsən ağrı qovur onu. 20 gündür mən bunları müşahidə edirəm. Ya mən bal çıxardanda bunlar gəlirlər balın iyinə. Yaxud da bunlar gəlir, bir-bir, iki-iki gəlirlər yeşiyin ətrafında, yeşiklərin hamısını gəzirlər. O çölə çıxılıb yığılan ağrılar ki var, o ağrıları dəymirlər, toxunmurlar. Bunlar nə axtarır? Axtardığı odur ki, mənim zənnimcə, mənim fikrimcə, təcrübəmə görə, bax, ağrılara hücum eləmir. Bu ancaq və ancaq görsən orada uçur, dayanır. Bunlardan yəni bunlar elə bir ki, gəlirlər, gözləyirlər, fırlanırlar yeşiklərə, o deşikdən çıxanlara zada hamısını quruqlayırlar, baxırlar. Əgər xəstə, sürünən ağrılar var isə, bunları götürüb aparırlar. Deməli, bunlar nəyə gəldi? Xəstə ağrılar aparmağa. Mən 20 gündür bunları müşahidə aparıram. Yəni, praktik cəhətdən mən belə qənaətə gəldim ki, bu ağrı ancaq ağrı. Deməli, bu şerşen hansı ağrıxanaya çox hücum edirsə, deməli, o ağrıxanada xəstəlik var. Hansısa xəstəlik. İndi burada mənim ağrılarıma hücum eləmirlər bunlar. Bax, orada da gəlirlər, bal çıxartmışam biraz. O seyrintiləri tökmüşəm bura. Bu ağrılar da yığıldı. Bu ağrıların içində o da gəlir, o ağrılar onu qovur bəzən. Orada da şirə yiyir. Amma gene bunlar çoxalmasın deyib öldürürəm. Amma ki, apardığım müşahidəyə görə bunlar xəstə ağrılara hücum edir, aparır. Hansı ağrıxanada xəstə ağrı var isə, mütləq o yeşiyi xəstə ağrılarını daşımalıdır. Belə. Adı şerşendir. Yəni, güclü ağrıdır. Bunun 5 ağrı yığılıb bir yerdə, bunun məsələn hücum edir. Ağrı 5 dənə adi bal ağrısı bunlar bunu məhv edə bilər. Amma təhliyyə yox, təhliyyə heç nə eləyə bilmir, ağrını götürür, apar. O da xəstə ağrıları.